Dünyada nəfsimi saxlayayım, zinaya yol verməyim, o dünyada mənə xuri veriləcək. Yəni, aləmlərin Rəbbi, bu qədər aləmləri yaradan Allah belə kiçik şeylərdən vallahi uğraşmır. Nə qədər cılızdaşdırmışsınız, iftiralar atırsınız, böhtanlar atırsınız, dedi başına çadıra bağla. Harada deyib başına çadıra bağla? Baş örtüsü söz bizim kitabda keçirsə mən örtüləcəm. Keçmir. Zinaya yaxınlaşmayın. Çünkü bu iğrenç bir əməl və murdar bir yoldur. Ey Peyğəmbər, zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşafları ilə örtünsünlər. Bu, onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhimlidir. Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Onlar, görünənlər istisna olmaqla zinətlərini naməhrəmə göstərməsinlər. Örtüklərini yaxalarının üstünə salsınlar.